Yanımda qaynanam və yoldaşım. Görəsən yoldaşımı bizdən kim daha yaşlanır? Tələdə hazır xəbər var. Hələ bax. Rahat olun. Getdi. En sadə sualdan başlayacağım. Mənim en sevdiyim renk hansıdır? Qara. Qara. Mən pravanı neçənci imtahanda almışım. Birinci. Yox. İki Yox. dəfə getdi. İki dəfə getdi alınmadı, üçüncü də aldı. Mənim neçə dənə qızıl medalım var. O vaxt mən səni tanımamışam da yəni. Amma sənin variantın hələ tapılmayıb. Çünki bürünç Onlar yadında deyil. Ona Peki, görə tabii. biri gümüş idi, biri qız yox. Qızın yadında deyil. Neden Bilmem böyle iki. 3, 2, 1. Bilmədim. Onu Beyhum, baxmamışam. beyhum, beyhum. Ay, mənim en sevdiyim oyun hansıdır? Clash of... Aynen. Onun adını bilmirəm axı. Hal-hazırda işlədiyim yer mənim neçənci rəsmi şeirimdir. 4. Intertekol. Yox, 5. Bakumda işləyibdi. 5. Mənim en sevdiyim film hansıdır? O serial var idi. Maskalar taxan. Bax, deyin bu Drakonlarla. iki dənə kino var. ən sevdiyim. Drakonlarla serial var idi. Ay Allah, adı nə idi? Çox populyar serial. Maskalar taxan bankçılar sonra. Biri olur. Aa, o da La Casa de Papel. Biri o və ikinci La Casa de Papel, biri de Aha. neydi? Drakonlarla değil. Game Game of Thrones. Game of Thrones. Mənim en sevmədiyim yemək hansıdır? En sevmediğim yemek. A few moments later. Ətsiz yemək. O da düzdü. Ha, Yok, acı yok, yok, yemek. yok. Acı- En sevmədiyim bir yemək var. İkiniz də bilirsiniz. Bir də 2 dənə yemək, hə? Sizdən gözləməzdim. Bir dənə yemək var ki, onu yəni mən xüsusilə sevmirəm də. İynə verdi uzatım. Haş. Mən bir şeyim yox, aşıq olsun. Ya kim tapsa biləcək, o gün mənə daha yaxşı tanıyır. Bilmirəm. Ne yoktu sen özün tanıyorsun. Birinci hərfini deyirəm, son Ay, şeyə. C hərfindən başlayır. İki her falan diyor. Ya da ne oldu da ki, şoya döndü. Düşərim. Da bu da yok da böyle şans verin. Sən düşərimdir. Özellikle 5. 5 hərf. C ilə yemək var, 5 hərflə. Nəzə? Ciğer. Точно. C bir Yazı sorulsun. Ne ki? Ciğer hiç Şey, aydan Bir ben yerde bir sormuş. şey var. Ben qızıl medalları nasıl idman növündə almışam. qol güləşində. Qol güləşində birinci Respublika çempionatına çıxmışdım. Sonra da Avropa çempionatında 4-cü yerə çıxmışdım. Yaxşı, sağ olun. İştirakınız üçün. Ya bir oldu.